Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayonunun Nəzərabad kəndində yaşayan, evliliklərinin 66 illiyini qeyd edən uzun ömürlü və nümunəvi Həsənovlar ailəsi ilə görüş keçirilib, izləyək. Ailələrimizi tanıyaq layihəsi çərçivəsində başlayan görüşdə komitənin ailə könüllüləri də iştirak ediblər. Çıxış edənlər uzun ömürlü və nümunəvi ailələrlə keçirilən görüşlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, yeniyetmə və gənclərin iştirakı ilə ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də uzun ömürlü və nümunəvi ailələrin həyat və evlilik təcrübələrindən yararlanmaq hər zaman mühüm əhəmiyyət daşıyıb. Ailələrimizi tanıyaq layihəsinin iştirakçısı olan evliliklərinin 66 illiyini qeyd edən Hidayət Həsənov və ömürgün yoldaşı Zeynəb Həsənova öz həyatlarından, ailələrindən, əmək fəaliyyətlərindən və övladlarından danışaraq bildiriblər ki, ailənin uzun ömürlü olmasının əsas şərtləri ailə daxili münasibətlərdə qarşılıqlı hörmət, səbir, təmkin və sevginin möhkəm təməl üzərində qurulmasıdır. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər. Göstərdiyi qayğıya görə təşəkkür edirəm İlham Əliyevə. Sonda evliliklərinin 66 illiyi qeyd olunan Həsənovlar ailəsinə hədiyyə və gül dəstəsi təqdim edilib. Qeyd edək ki, Həsənovlar ailəsinin 4 övladı, 8 nəvəsi və 2 nəticəsi var. Sahil Əliyev, Tərlan İbrahimova, Arzu Sadiqov, NTV Xəbər.